Çox dəbdə insanlar tez-tez özlərinə sistem qoşdururlar və bu sistemin də içinə hələ bir deksametazon əlavə edirlər. Hətta düşünmürlər ki, bu sistem bunlara faydalıdır, faydasızdır. Hər hansı bir tibb bacılarının məsləhəti ilə özlərinə mütəmadi şəkildə sistem qoşduran və sonra da müxtəlif xəstəliklərlə xəstəxanalara müraciət edən xəstələr var. Amma heç vaxt da düşünmürlər ki, bəlkə elə bu mütəmadi şəkildə qoşdurduğumuz sistemlər bizə zərər gətirir. Hətta bu sistemlərin içərisinə deksametazon qoşanlar, hansı ki tibb bacıları var ki, bir çox, hətta bəzən heç tibb bacısı olmayan şəxslər belə həkimlik eləməyə çalışırlar. Həmin o tibb bacıları hansı ki sistemlərin içərisinə deksametazon qoşurlar. Bəli, COVID dövründə və daha ağır xəstələrə deksametazon kimi hormonal preparatlar qoşmaq olar. Ona görə ki, vəziyyət çox ağırdır, ödemi aradan qaldırmağa, iltihabı aradan qaldırmağa təcili yardım lazımdır. Amma adi bir qrip halında çox ağır vəziyyət olmayan hallarda sistemin içərisinə deksametazon qoşmaq, o deməkdir ki, sağlam orqanizmi zədələmək, zəhərləmək deməkdir. Məsələn, sizdə olmayan hər hansı bir hormonal xəstəlik meydana çıxa bilər ondan sonra. Böyrəküstü vəzin funksiyası pozula bilər, hormonal sisteminiz çökə bilər, immun sisteminiz çökə bilər ondan sonra. Etməyin, eləməyin.